Değerli dostlar, BMW F10'un yeni gelen monitordur ki ekran gördüğünüz gibi zavod monitor ve biz bunu quraşdıracağıq bu qaydada. Tam versiyanı axırda sizler için bölüşəcəm, izləmədə qalın. Bundan əvvəlki videomu paylaşmışdım. Müştərilər yazırdı ki, hazır vəziyyətini bölüşün, baxaq. Fikirlərinizi yorumlarda yazarsınız. Bu da işimizin yekunu değerli dostlar. Bir dənə arxa hissəsini çəkib oturuşum və ekranımız hazırdır. Ekranı iki hissəyə bölmək mümkündür değerli dostlar. Gördüğünüz kimi video lazım olanda burada baxmaq olur, lazım olduqda qaytarsınız yerinə. Maşının pirborunu göstərir əzizləyicilər. Maşına aid olan bütün funksiyalar aktivdir. Həmçinin joystickdə işlək vəziyyətdədir değerli dostlar. Onları da sizin üçün göstərdim. Və monitorumuzda YouTube'dur, Play Market'dir, CarPlay'dir. Bütün funksiyalar aktivdir. Sensorun işləməsi superdir gördüğünüz kimi. Arxa kamerada öz üzərində olan kamerada həm kameranı göstərir, həm də radarları değerli dostlar. Sizler de belə gözəl məhsullardan əldə etmək istəsəniz, ünvanınız Maşın Bazar Vasmoy avtobüsü 444-ə yaxınlaşıb əldə edə bilərsiniz.